videoya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Dünən günorta saatlarında Bakı şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsində güclü yanğın olub. Qafqaz-Info AZA istinadən xəbər verir ki, hadisə nəticəsində qəsəbə sakini 1950-ci il təvəllüdlü Sevil Ağaylı qızı Səlimovanın ümumi sahəsi 85 kvadrat metr olan evi tamamilə yanıb. Hadisədən sonra evdən 3 nəfərin yanmış cəsədi tapılıb. Aparılan ilkin araşdırmalarla yanaraq vəfat edən şəxslərin ev sahibi Səlimova, onun qızı 1980-ci il təvəllüdlü Nailə və nəvəsi 2013-cü il təvəllüdlü Hüseyn olması müəyyənləşib. Faktla bağlı araşdırmalar aparılır. Bununla yanaşı Şəkidə yol qəzasında 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Milli Azın məlumatına görə qəza nəticəsində 1993-cü il təvəllüdlü Şəki rayon sakini Allahyar Qəhrəmanov və Zaqatala rayon sakini 1977-ci il təvəllüdlü Vüqar Ramazanov ölüb. Zaqatala rayon sakini 1982-ci il təvəllüdlü Qəşəm Mustafazadə və 1992-ci il təvəllüdlü Yaşar Əhmədov xəsarət alıb. Xəsarət alanlar Şəki rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.